Sürətlə davam edir. Qurban Bayramı günlərində daha 2 kəndə təbii qazın verilməsi bərpa olunub. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Masallı rayonunda kəndlərin qazlaşdırılması prosesi davam etdirilir. Uzun müddət təbii qazın olmaması Həsənli və Məmmədxanlı kənd əhalisinin böyük problemlərindən biri idi. Qurban Bayramı ərəfəsində bu kəndlərə də təbii qazın bərpası əhalinin sevincinə səbəb oldu. Müxtəlif dövrlərdə bu əraziyə qaz xəttinin çəkilməsi nəzərdə tutulsa da bu mümkün olmayıb. Lakin ölkədə həyata keçirilən böyük sosial yönümlü siyasətin nəticəsi olaraq 13 kilometrlik qaz xətti çəkilməsi artıq reallığa çevrilib. Qaz xəttinin əsaslı təmirindən sonra Həsənli kəndinin 535 abonenti, Məmmədxanlı Təqdəm kəndlərinin isə 180 abonenti olan kəndinə ilkin mərhələdə təbii qaz verilib və hər biri sayğacla təmin olunub. Qeyd edək ki, kəndlər Masallı rayonundan 13 km daşıyıcı kəmərlə və bir pilləli sistemlə çəkilib. Bu əlamətdar gündə iştirak edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafi Hüseynov kənd əhalisini təbrik etdi. Daha sonra açılışın rəmzi olan məşəl alovlandırıldı. Ümumiyyətlə, Masallı rayonunun hazırda 70% təbii qazla təmin olunub. Bu ilin sonuna yaxın daha 7 kəndin sakinləri təbii qazdan istifadə edə biləcək. Hazırda rayonda təbii qazdan istifadə edən abonentlərin sayı 23 min nəfərdən artıqdır. Rayonun tam qazlaşdırılması isə 2009-2013-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həyata keçiriləcək.